Ya da düşür Bakı. Bir tane kargo yükseğiyle bir saate geçirəm. O tanış, bu tanış, bu tanış. Tanıyırlar, yürürler, tanımadığım adamlar salamlaşır. Böyledir. Əzizdir, doğmadır Türkiye ama Bakı'yı əvəz edilmez. Öyledir gör. Burada bu yani bir tüy liste var masanın üstünde. Dikkatle baksan oraya. Bak tam bugün April ayının 7'sidir. Bu çizginin üzerinde yazılıp 58, aşağısında 70. 58 Bakı'dan geldiğim gündür. Fevral'ın 9'unda gelmişim buraya. O yazılıp 58 gündür buradayım. 70 ise Bakı'ya gideceğim gün. Şimdi hala bu tamam ki ben iyinin 15'inde gideceğim, 16'sında gideceğim Bakı'ya. Hala o liste hazırdır. Ona yakın gelende o liste dolanda o 16'sında Bakı'ya gittiğim gün bir tane burada çizgi olacak uçağın şekli. Yani o şimdi ben Bakı'ya giderim. Yani Bakı'dan Bakı hasreti, Azerbaycan hasreti dayanmamayla benim içimdedir. Əvvəl Targovunun bu başından o birisi başına gedənə kimi ne bilim en azı bir 2-3 nəfər bir tanış çıxardı adamın qabağına. Yəni bir 2-3 nəfərin əli 100% sıxılardı da. İndi vallahi geze gəlirəm. Aşağı düşdüm hələ yuxarı ilə. Keçmiş kommunistik ilə indi istiqlaliyyət. Hələ də gedirəm. Vallahi heç bir dənə yox. Yarım dənə də tanış qabağıma çıxmadı. Hələ də bax o ümidlə gedirəm ki, birdən də bir kəs çıxar qabağıma. Amma ki Hindistanı nə qədər istəyirsən, hətta Hindistanlılar artıq çıxır qabağıma. Deyəsən mənə də elə bildilər, mən də xariciyəm, indi bilməm, ərəbəzə də oxşatdılar. Yəni menyu ilə çıxır adamın qabağına, təklif edir ki, gəl bizim restoranımıza. Sağ ol Qarababalar. Gəldiniz Azərbaycanda da restoran biznesinin sahibləri oldunuz. Fərasətə baxıyor uşaqlarda. Bax, deyirəm də, hələ də davam eləyirəm ha, bax, gedirəm. Bax, ətrafa baxa. Ki, bir dənə tanış. Haradasınız? Biri çıxsın qabağımıza. İnandırım sizi. Yəni, mən danışıram təqribi 90'ların axırı, 2000'lerin əvvəli də. Mümkün deyil deyə elə iş ki. Yol üstü gedəndə bir dənə, iki dənə tanış adamın qabağına çıxmasın. Azı. Bax belə qardaşlar.